Kolbergin mənəvi inkişaf nəzəriyyəsi Piaget'in zehni inkişaf nəzəriyyəsinə əsasən yaradılmışdır. Hansı ki, Kolberg insanın mənəvi düşüncə tərzinin, qərar vermə bacarığının zamanla necə dəyişəcəyini və inkişaf etdiyini izah edən mənəvi inkişaf nəzəriyyəsini irəli sürmüşdür. Və bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, ümumiyyətlə insan mənəviyyatı 3 əsas səviyyə və hər səviyyə 2 mərhələdən ibarət olmaqla 6 mərhələyə bölünür, 6 mərhələdə inkişaf edir. Prekonvensial səviyyə, hansı ki biz prekonvensial səviyyəni 4-10 yaş arası, yəni uşaqlıq dövrünə uyğun götürə bilərik. Bu səviyyədə insanlar, xüsusilə uşaqlar, yaxşı və pis davranışları cəza və ya mükafatla əlaqələndirir. Onlar üçün mənəvi dəyərlər sonda cəza alacaqlar və ya mükafat qazanacaqlar bununla kifayətlənir. Yəni onlar tam başa düşmürlər mənəvi dəyər nədir. Bu hərəkət yanlışdır, mən bunu etməli deyiləm. Bu hərəkət doğrudur, mən bunu etməliyəm. Yəni bunu tam mahiyyətini anlamadan edirlər. Sadəcə olaraq düşünürlər ki, əgər mən sonda cəza alacağamsa, deməli bu hərəkəti etməli deyiləm. Və ya sonda mükafat alacağamsa, deməli bunu etməliyəm. Birinci mərhələsi olan itaət və cəza mərhələsində uşağın əsas fikri ondan ibarətdir ki, əgər sonda cəza varsa, deməli bu pis hərəkətdir və cəza almamaq üçün itaət etmək məcburiyyətindədir. Tutaq ki, uşaq üçün, həmin davranışın yenə də qeyd edirəm, yaxşı olması, pis olması onun nəticəsi ilə ölçülür. Əgər bir hərəkətə görə cəza alacaqsa, deməli o pisdir. Və ya valideynin, müəllimin dediyi söz uşaq üçün qanundur. Çünki uşaq düşünür ki, yəni anlamır, niyə eləyir. Sadəcə olaraq düşünür ki, əgər həmin hərəkəti edərsə, valideyni onu danlayacaq və yaxud da müəllim onu danlayacaq. Bax, bu danmaqdan, cəzadan qorxduğu üçün o itaət edir. Deməli, uşaq cəzadan qorxduğu üçün itaət edir, olacaqdır. Prekonvensial səviyyənin birinci mərhələsi olan itaət və cəza mərhələsi. Burada əsas nəyi götürdük? Bir də təkrar edək. Uşaq düşünür ki, əgər sonda cəza varsa, deməli bu yanlış hərəkətdir, etməyəcək. Və yaxud da, indi ikinci məsələn, qoy nümunələr də çəkim daha aydın olsun. Tutaq ki, uşaq məktəbdə müəllim ev tapşırığı verir və ya müəllim sinifdə tapşırıq verir. Müəllimin verdiyi tapşırığı şagird yerinə yetirir. Çünki düşünür ki, əgər tapşırığı yerində, vaxtında yerinə yetirməsə, müəllim onu danlayacaq və ya hər hansı bir cəza verəcək. Tutaq ki, uşaq oynayır, qardaşının, bacısının oyuncaqlarını qırmaq istəmir. Çünki düşünür ki, əgər qırsa, anası onu danlayacaq. Və yaxud da yenə də qeyd etdim, şagird hər hansı bir hərəkəti etməkdən çəkinir. Çünki bunu etsə, onu nədənsə məhrum edəcəklər. Bax, beləcə sonda o cəzanın olmasına görə uşaq nə isə etmirsə, bu olacaqdır prekonvensial səviyyənin itaət və cəza mərhələsi. İkinci mərhələdə isə şəxsi maraq var, fərdi maraq var. Biz individual anlayışı ilə tanış olmuşduq, bu fərdi yanaşmaydı. İkinci mərhələ isə individualizm və ya şəxsi maraq. Bu o deməkdir ki, əgər bir şey mənim üçün faydalıdırsa, deməli yaxşıdır. Əgər tutaq ki, mükafat alacağamsa, bu işi görə bilərəm. Qarşılığında mən etdiyim şeyi başqası da mənə edəcəksə, tutaq ki, mən kiməsə yaxşılıq edirəm, qarşılığında yaxşılıq görəcəyəm, deməli bunu edə bilərəm. Burada ikinci mərhələdə şəxsi maraq güdür uşaq. Tutaq ki, uşaq dostunun oyuncağını tutaq ki, haradasa görür, yəni itdiyini görür, onu tapır, verir oyuncağı yoldaşına və o düşünür ki, bu onun da nə vaxtsa oyuncağı etsə, yoldaşı da bunun oyuncağını tapıb ona qaytaracaq. Və yaxud da ki, tutaq ki, müəllimin tapşırıqlarını şagird vaxtında yerinə yetirir. Çünki o düşünür ki, əgər vaxtında yerinə yetirsə, müəllim onun sinifin, tutaq ki, müəllim qarşılığında onu mükafatlandıracaq. Yəni, müəllimdən nəsə gözləyir. Başqasına tutaq ki, kömək edir, düşünür ki, başqası da mənə edəcək. Bax, beləcə şəxsi maraqlarını qoruyur. Yəni, uşaq davranışını öz marağına görə qiymətləndirir. Əgər bir işdən fayda əldə edəcəksə, onu edir. Mənəvi davranışın buradakı məqsədi başqalarını düşünmək deyil. Öz xeyrini düşünməkdir, özü üçün faydalı olun etməkdir, öz xeyrinə sonda nail olmaqdır. Deməli, biz qeyd etdik, mənəvi inkişafın birinci səviyyəsi olan prekonvensial səviyyə,
2 mərhələsi: itaət və cəza və şəxsi maraq. İtaət və cəzada uşaq nə isə edir, ona görə ki, sonda o cəza ala bilər. İkinci mərhələdə şəxsi marağını qoruyur. Deməli, uşaq üçün nə faydalıdırsa onu edir. Uşaq qarşılığında etdiyi şeyin qarşılığını gözləyir ki, mən bunu edirəm, deməli, bunu bir müddət sonra onda mənə eynisini edəcək, eyni yaxşılıq edəcək və yaxud qarşılığı gözləyir. Fərdi marağını qoruyursa, bu olacaqdır artıq prekonvensial səviyyənin şəxsi maraq mərhələsi. Daha sonra, deməli, bundan sonra keçək sizlə konvensial səviyyəyə. Burada isə artıq şagird və ya uşaq daha doğrusu cəmiyyətə uyğunlaşma dövrünü yaşayır. Bunu ən çox biz yeniyetməlik dövrünə uyğunlaşdıra bilərik və ya böyüklərin çoxunu da elə bura aid edə bilərik. Bu səviyyədə insanlar başqalarının fikrini, cəmiyyətin qaydalarını nəzərə alaraq davranırlar. Onlar üçün mənəviyyat başqalarının təsdiqini qazanmaq, qaydalara uyğun yaşamaqdır. Hansı ki, konvensial səviyyənin 2 mərhələsi vardır. Deməli, birinci mərhələdə əsas şagird və ya uşaq düşünür ki, insanlar məni yaxşı biri kimi görməlidirlər. Yəni, cəmiyyət məni tərifləməlidir. Hamının gözündə mən tutaq ki, yaxşı insan, yaxşı şagird, ən yaxşı və s. görünməliyəm. Və bu mərhələ qəbul olunma mərhələsidir. Bir sözlə, qəbul olunma mərhələsində uşağın fikri ondan ibarətdir ki, cəmiyyət onu yaxşı tanısın, yəni faydalı birisi kimi tanısın. Cəmiyyətin gözündə o yüksək görünmək onun üçün əsasdır. Başqalarının bir sözlə təsdiqini qazanmaq istəyir. Yəni, bu qaydalara ona görə əməl edir ki, başqası onu, belə deyim də, yəni düşsün ki, hə, afərin ona. Yəni, başqasının gözündə özünü yüksək görmək istəyirsə, bu olacaqdır qəbul olunma mərhələsi konvensial səviyyənin. Deməli, bu mərhələdə, yenə də qeyd edirik, nə olur? İnsanlar, şagird, uşaq düşünür ki, məni yaxşı biri kimi görməlidirlər, buna görə mən düzgün hərəkət etməliyəm. Məsələn, şagird müəllimin dediklərini sözsüz yerinə yetirir, tapşırıqları vaxtı-vaxtında yerinə yetirir ona görə ki, müəllim onun haqqında müsbət fikirləşsin ki, hə, bax o zəkalı şagirddir, çalışqan şagirddir və ya. Tutaq ki, uşaq yol keçərkən yaşlı bir qadınla rastlaşır və onun çantasını daşıyır. Ona görə ki, o ətrafdan baxanlar hamısı fikirləşsin ki, o nə gözəl uşaqdır. Yəni, onu tərifləsinlər, yaxşı uşaq kimi görsünlər onun ətrafdakılar. Deməli, bu mərhələdə əsas düşüncəsi uşağın olur ki, ətrafdakılar bunu necə görəcəklər? Nümunəvi görsünlər, yaxşı görsünlər. Yəni ki, insanların, başqalarının fikrinə bu dövrdə, daha doğrusu bu mərhələdə xüsusi önəm verilir. Ətrafdakı uşağı yaxşı, nümunəvi, çalışqan, zəkalı və s. biri kimi qiymətləndirəcəksə və bunun üçün uşaq doğrusunu etməyə, doğru davranmağa çalışacaqsa, sevgi, hörmət, qəbul edilmək onun əsas motivasiyası olacaqsa, olacaqdır konvensial səviyyənin qəbul olunma mərhələsi. Bundan sonra isə konvensial səviyyənin keçək sizlə deməli səlahiyyət və sosial nizam mərhələsinə. Burada da əsas məsələ o olacaqdır ki, qayda, qanun əsasdır. Qaydadan kənara çıxmaq olmaz. Bir qayda varsa, yəni uşaq bunu sorğu-sual etməyəcək. Qayda varsa, deməli, sorğusuz, sualsız bunu əməl etmək lazımdır. Tutaq ki, yol hərəkəti qaydaları, uşaq düşünür ki, tutaq ki, piyada keçidindən nə zaman keçmək lazımdır, qaydaya uyğun hərəkət edir. Və yaxud da ki, uşaq, yəni, məktəbdə dəhlizdə hərəkət qaydaları, dəhlizdə qaçmayaq, yeriyək. Şagird buna əməl edir, ona görə ki, məktəbin qaydası budur, nizam-intizamı qorumaq lazımdır, qaydadan kənara çıxmaq olmaz. Və yaxud da müəllim özü olsun, böyüklərdən danışdıq. Tutaq ki, müəllim jurnalı tamamilə düzgün, səhvsiz, hər şeyi qaydasında aparır. Jurnalın yazılmasında hər şey qaydasındadır. Ona görə ki, o düşünür ki, təhsil qanunvericiliyinin tələbidir. Jurnalın yazılmasının, aparılmasının düzgün olması. Müəllim burada təhsil qanunvericiliyinin də tələbi olduğunu düşünərək jurnalda səhv etmirsə, deməli, müəllim özü də burada olacaqdır konvensial səviyyənin sosial nizamı qoruma mərhələsində. Daha sonra keçirik sonuncu səviyyəmizə, postkonvensial səviyyə. Postkonvensial səviyyədə artıq şagird düşünəcək ki, əxlaqi dəyərlər olsun. Əxlaqi dəyərlər ən yüksəkdir. Artıq burada o, belə deyim, sorğu-sual etməyə başlayacaq.
qaydaları, qanunları, ətrafında baş verənləri. İnsanlar burada mənəvi prinsiplərə əsasən davranır. Ancaq onlar üçün belə qeyd edim də, əxlaq yalnız cəmiyyətin qəbul etdiyi qaydalar deyil. Eyni zamanda daha dərin, daha universal prinsiplərlə ölçülür. Məsələn, birinci mərhələsi olan sosial müqavilə mərhələsindən danışaq sizinlə. Burada uşaq düşünür ki, ümumiyyətlə əsas fikir ondan ibarətdir ki, qanunlar ümumi rifah üçündür və bu qanunlar ədalətlidir, yoxsa ədalətsizdir. Yəni, ədalətsizdirsə, deməli, dəyişmək lazımdır. Burada deməli, qanun məsələsi artıq uşaqda sual yaradır ki, bu ədalətlidir ya deyil. Hansı ki, postkonvensial səviyyə ən ali mərhələdir. Niyə görə? Ona görə ki, şagird burada artıq əxlaqi dəyərləri, əxlaqi düşüncəni daha yüksək səviyyədə düşünür. Başlayır sorğu-sual etməyə. İndi bu birinci mərhələ olan sosial müqavilə mərhələsində şagird düşündü ki, qanunlar insan üçün deməli, ümumi rifah üçün lazımdır, ancaq ədalətlidir ya deyil. İnsan qanunları hörmət edir, amma onu sorğulamaqdan da çəkinmir. Düşünür ki, qanunlar insanların rifahı üçün yaradılıb və dəyişdirilə də bilər. Ədalət və bərabərlik qanunlardan daha da önəmlidir. Yəni, burada qanunlardan daha çox ali düşünərək ədaləti, bərabərliyi əsas tutur. Məsələn, tutaq ki, vətəndaş məsələn, işdə görür ki, hər hansı bir qaydalar var, ancaq bu qaydalar həmin iş yerində bərabərsizlikləri üzə çıxarır. Yəni, hamı üçün deyil, məsələn, kimisə fərqləndirir. Obyektiv deyil. Belə olanda o, tutaq ki, müraciət edir rəhbərliyə ki, bəs qaydalarda dəyişiklik edilməlidir. Çünki ədalətlik prinsipi gözlənilmir. Tutaq ki, şagird dəhlizdə iki şagird mübahisə edir. Tərəflərdən hər ikisi eyni qaydada cəzalandırılır və kənardan baxıb şagird düşünür ki, bəs o mübahisənin qurbanı olan şagird digəri ilə eyni səviyyədə cəzalandırılmalı deyildi. Bu ədalətli qərar olmayacaqdır. Bax, bu olacaq postkonvensial səviyyənin sosial müqavilə mərhələsi. İndi keçirik sizlə ən sonuncu mərhələ olan universal əxlaqi prinsiplər. Burada müəllimlər, əsas məsələ, belə deyək də, o vicdan məsələsidir. Məsələn, mən düşünürəm ki, qayda var, qanun var, ədalət var, bəli. Amma vicdanım nə deyirsə, onu edəcəm. Situasiyalarda siz asanlıqla belə yanaşaraq fərqləndirə bilərsiniz. Əgər situasiyada görəcəksiniz ki, insan adətən öz vicdanına görə dəyərləndirir məsələni, öz vicdanına görə qərar verir. Ədaləti, insan hüquqlarını əlbəttə bütün qanunlardan üstün tutaraq vicdanına görə qərar verir. Bax, bu olacaqdır ən ali səviyyə, yəni universal əxlaqi prinsiplər mərhələsi eləcə də. Məsələn, tutaq ki, insan haqsızlığa qarşı etiraz edir. Yəni, o, məsələn, bilir ki, etiraz etsə, sonda cəzalandırıla bilər. Ancaq düşünür ki, yəni, bu vicdanı ona yol vermir də. Yəni, o düzgün bərabərsizlik görür və buna etiraz edir, vicdanlı qərar olmadığını düşünür. Cəzalandırılacağını bilə-bilə vicdanına yol vermədiyindən, yəni bu haqsızlığa dözmək, ona etiraz edir. Məsələn, tutaq ki, belə deyim də, məsələn, müəllim şagirdin ailə vəziyyətini baxır çox aşağıdır, ona əlavə dəstək verir, əlavə kömək edir. Tutaq ki, ancaq qanunda buna icazə yoxdur, ancaq müəllimin vicdanı deyir ki, bunu mən mütləq etməliyəm. Yəni, bu mütləq belə olmalıdır. Yəni, vicdanı əsas tutur. Bu mərhələdə insanlar şəxsi vicdan, universal əxlaqi dəyərlər dedikdə ədalət, insan hüquqları, bərabərlik və s. başa düşə bilərik. Yəni, bax, bunlar əsasında qərar verirlər. Əgər qanun prinsiplərə ziddirsə, onlar, belə deyim, qanunu asan şəkildə pozmağa hazırdırlar. Çünki onların düşüncələrinə görə əsas olan qanun deyil, əsas olan vicdanlı qərar verməkdir. Bax, bu olacaqdır ən ali düşüncə olan, deməli, postkonvensial səviyyənin universal etik prinsiplər mərhələsi.